Salam əziz musiqi sevərlər. Mən musiqi müəlliməsi Şəbnəm Məmməddir. Bugün sizlərlə ilk videomuzu çəkəcəyik. Dərsimiz 1-ci oktavanın və 2-ci oktavanın notları olacaq. İlk birinci bu işarəni sizə göstərdim. Bu skripka açarıdır. İndi isə notlarımıza başlayalım. Birinci notumuz do notudur. Do notu alt əlavə birinci xəttin üzərində yerləşir. Alt əlavə xətt dediyimiz üçün altdan bir dənə xətt çəkəcəyik. Və üzərində dedik. İndi isə çəkdiyimiz alt əlavə xəttin üzərində yazılır. Olacaq bu do notu. İndi isə ikinci notumuza keçirik. İkinci notumuz re notu olacaq. Re notu birinci xəttin altında yerləşir. Daha sonra üçüncü notumuz mi notu. Mi notu birinci xəttin üzərində yerləşir. Birinci xəttimiz və üzərində yazıcıdır. Dördüncü notumuz fa notu. Fa notu birinci və ikinci xəttin arasında yerləşir. Birinci xəttimiz və ikinci xəttimiz indi isə arasında yazacağıq. Daha sonraki notumuz sol notu olacaq. Sol notu ikinci xəttin üzərində yerləşir. İkinci xəttimiz üzərində sol notunu çəkirik. Daha sonraki notumuz lia notu olacaq. Lia notu ikinci və üçüncü xəttin arasında yerləşir. İkinci xəttimiz, bu isə üçüncü xəttimiz. İndi isə arasına lia notunu yazırıq. Və sonuncu notumuz si notu. Si notu üçüncü xəttin üzərində yerləşir. Üçüncü xəttimiz, bu isə si notumuz. Və bununla da birinci oktavanın notları bitdi. İndi isə ardınca ikinci oktavanın notlarını yazacağıq. İkinci oktavanın notları da eyni ilə do notu ilə başlayır. Və do notu üçüncü və dördüncü xəttin arasında yerləşəcək. Sonraki notumuz yenə eyni ilə re notu. Re notu dördüncü xəttin üzərində yerləşir. Mi notu dördüncü və beşinci xəttin arasında yerləşəcək. Fa notu 5-ci xəttin üzərində yerləşir. 5-ci xəttimiz və üzərində fa notunu çəkirik. Sol notu 5-ci xəttin üstündə yerləşir. 5-ci xəttimiz üstünə sol notunu çəkəcəyik. Daha sonra lia notu. Lia notu üst əlavə birinci xəttin üzərində yerləşir. Üst əlavə birinci xəttimizi çəkirik və üzərində lia notunu yazırıq. Sonuncu notumuz isə si notu olacaq. Si notu üst əlavə birinci xəttin üstündə yerləşəcək. Yenə eyni ilə üstdən bir dənə xətt çəkirik və bunun üstünə yazarıq. Bu da oldu si notu. İndi isə keçək bunları fortepiano qarşısında göstərək. İndi isə birinci və ikinci oktavan notlarını fortepiano qarşısında göstərək. Fortepiano qarşısında əyləşirik və əyləşən zaman düz qarşımızda duran oktavan birinci oktavan notlarıdır. Yəni, əyləşdik, bu qarşımızdakı notlar birinci oktavanın notlarıdır. Birinci oktavanın notları. Birinci oktavan oturan zaman düz qarşımızda yerləşir. Do, re, mi, fa, sol, la, si. İkinci oktavan notları birinci oktava bitdikdən sonra başlayır. Birinci oktava dediyimiz kimi düz qarşımızda yerləşir. Əyləşən zaman qarşımızda gördüyümüz oktava birinci oktava. Daha sonra isə ardınca ikinci oktava gələcək. Yəni, birinci oktava si notu bitir və ardınca ikinci oktavanın do notu başlayır. İndi sonu fortepianoda göstərək. İkinci oktava birinci oktavadan sonra gəlir. Sağ tərəfində yerləşəcək. Do, re, mi, fa, sol, la, si. Gəlin yenə təkrarlayaq. Birinci oktava dediyimiz kimi oturan zaman düz qarşımızda yerləşir. Do, re, mi, fa, sol, la, si. Ardınca ikinci oktavanın notları gələcək. Do, re, mi,